Bir çoxumuz kondisioner pultunu istifadə edərkən səhv edirik. Deməli, baxın, hal-hazırda soyuq rejim. Dostlar, bu videoda mən sizlərə dry rejimi nə üçündür, yəni nəm alma, damla işarəsi nə üçündür, nə zaman istifadə olunmalıdır, bu haqda sizə geniş və izahlı video çəkmişəm. İzləməyə keçək. Bir çoxumuz kondisioner pultunu istifadə edərkən səhv edirik. Deməli, baxın, hal-hazırda soyuq rejimidir. Biz bu damla rejimini səhv istifadə edirik. Deməli, damla rejimi nə üçündür? Bu əsasən evdəki rütubəti azaltmaq üçün, divarda yaranan kifləri azaltmaq üçün, evdəki əsasən də yağışlı havalarda istifadə etmək üçündür. Amma soyutma üçün deyil. Dry rejimində biz, yəni bu damla rejimində istifadə etdiyimiz zaman otağın nəmini alır, kompresoru fasilələrlə işlədir və cool rejiminə nisbətən daha az enerji sərfiyyatı olur. Əgər sizin niyyətiniz otağın nəmini azaltmaqdırsa damla, yox, əgər soyuq rejimdə istifadə etmək istəyirsinizsə, mütləq şəkildə qar rejiminə qoymalısınız və dərizəni təmizləməlisiniz. Faydalı məlumatların ardı gəlməsi üçün bəyənib paylaşın və şərh yazmağı unutmayın.